Salam, Zehin Pod'a xoş gəlmisiniz. Mən Murad. Mən də Leyla. Hər vaxtınız xeyir. Bugünkü dərin müzakirəmizdə 20-ci əsr ədəbiyyatının ən təsirli əsərlərindən birinə Albert Camus'un klassikləşmiş Yad romanına baş vuracağıq. Bəli, Yad. Həqiqətən də üzərində çox düşünüləsi bir əsər. Əlimizdəki əsas mənbə elə kitabın özüdür, oradan seçilmiş hissələr üzərindən gedəcəyik. Məqsədimiz nədir? Əsas qəhrəman Mersonun o qəribə səyahətini izləmək, anasının ölümündən başlayıb mühakiməsinə qədər. Və təbii ki, onun dünyaya o yadlaşmasını, bir də Camus'un o məşhur absürd fəlsəfəsini anlamağa çalışmaq. Yəni, həyatın məna axtarışımızla dünyanın o səssizliyi arasındakı o boşluq, o ziddiyyət. Aynən. İlk baxışda elə bil Merson tamamilə səbəbsiz yerə bir ərəbi öldürür. Amma işin ən maraqlı tərəfi odur ki, məhkəmə, yəni cinayətin özündən çox onun xarakterinə fokuslanır. Niyə ağlamadı? Niyə filan hərəkəti etdi? Düzdür. Çünki Merson cəmiyyətin gözlədiyi kimi reaksiya vermir. Və Camus də məhz bunu göstərir. Həyatın absurdluğu qarşısında, belə deyək, çarəsizliyə qapılmaq əvəzinə yaşamağın özü bir seçimdir, bir dəyərdir. Yəni, yaşamaq özü bir üsyandır, elə bil. Bir növ, bəli. Camus üçün adi şeylər, yemək, içmək, dənizə getmək, bunlar belə yaşamağa dəyər verdiyimizin göstəricisidir. Mersonun hekayəsi də elə bu fəlsəfənin ədəbiyyatdakı təcəssümüdür, deyə bilərik. Gəlin başlayaq o zaman. Hər şey Mersonun anasının ölüm xəbərini aldığı o teleqrafla başlayır. Hamımızın bildiyi o cümlələr. Anam ölmüş bugün. Bəlkə də dünən. Bilmirəm. Bu bilmirəm elə başlanğıcdan onun dünyaya münasibətini göstərir sanki. Bir laqeydlik, bir uzaqlıq var. Həqiqətən də. Dəfn mərasimindəki reaksiyaları lap qəribədir. Ağlamır. Qocalar evinin müdirinə deyir ki, mənim bir günahım yoxdur. Südlü qəhvə içir, siqaret çəkir. Hətta anasının cəsədini son dəfə görmək təklifini də rədd edir. Sadəcə xeyr deyir. Çox kəskin. Bəs bu niyə belədir? Yəni, doğrudanmı heç nə hiss etmir, yoxsa hisslərini başqa cür yaşayır? Bax, bu əsərin əsas suallarından biridir. Bəlkə də o sadəcə dürüsttür. Yəni, hiss etmədiyi kədəri süni şəkildə göstərmək istəmir. Amma cəmiyyət üçün bu qəbul edilməzdir. Düzdür. Çünki məhkəmədə məhz bu laqeydlik onun əleyhinə ən güclü silaha çevrilir. Prokuror elə hey bunu vurğulayır. Bəli, məsələn, qapçının ifadəsi var. Deyir ki, qəhvə içdi, siqaret çəkdi. Vəssalam. Prokuror üçün bu, onun ruhsuz olduğunun sübutudur. Anasının dostu Perezin o dərin fiziki istiraba çevrilən kədəri ilə Mersonun bu halı necə də təzad təşkil edir, elə deyilmi? Tamamilə. Perez yıxılır, ağlayır, yəni cəmiyyətin gözlədiyi bütün reaksiyaları verir. Merso isə sanki başqa bir dünyadadır. Bu qəribəliklər təkcə dəfnlə də bitmir axı. Dəfnin ertəsi günü nə edir? Gedir dənizə. Hə, Mari ilə, keçmiş iş yoldaşı ilə üzgüçülük edirlər, əylənirlər. Üstəlik gedib komediya filminə baxırlar və sonra da intim münasibətləri olur. Yəni, anasının dəfnindən bir gün sonra. Bu, əksər insan üçün anlaşılmazdır. Mütləq. Sonra qonşusu Raymond məsələsi var. Raymond ondan keçmiş məşuqəsinə bir məktub yazmağa xahiş edir. Məqsədi, qadını aldadıb geri çağırmaq və cəzalandırmaqdır. Və Mersod onu edir. Niyə? Çünki Raymondu məmnun etməmək üçün bir səbəb görmür. Yəni, onun üçün bunun bir əhəmiyyəti yoxdur. Hətta sonra polisdə Raymondun lehinə yalan ifadə də verir. Yenə eyni məntiqlə fərqi yoxdur. Mari ona evlilik təklif edəndəki cavabı isə lap klassikdir. Məncə fərqi yoxdur, amma istəsən evlənərik. Sevgidən soruşanda da deyir ki, yəqin ki sevmirəm, bunun bir mənası yoxdur. Bu cavablar Mersonun emosional dünyasını, daha doğrusu o dünyaya olan biganəliyini çox aydın göstərir. Deməli, onun hərəkətlərində bir ardıcıl məntiq axtarmaq çətindir. Daha çox anlıq təsirlər, vərdişlər və ya sadəcə niyə də yox prinsipi var elə bil. Bəli, o ənənəvi dəyərlər, səbəb-nəticə əlaqələri, gələcək planları kimi şeylərdən çox uzaqdır. Anı yaşayır, amma həzz almaq üçün yox, sadəcə yaşayır. Qonşusu Salamanonun itinə olan münasibəti də qəribədir. İti itəndə Salamana əvvəl qəzəblənir, sonra peşman olur. Merso isə sadəcə müşahidə edir. Bütün bu hadisələr zənciri bizi yavaş-yavaş o kritik, ana, çimənlikdəki cinayətə yaxınlaşdırır. Raymond, Merso və dostları Masson çimərliyə gedirlər.
Orada Raymondun əvvəllər problem yaşadığı ərəblərlə qarşılaşırlar. Və dava düşür. Raymond bıçaqlanır, amma yüngül xəsarətdir. Sonra Raymond tapançası ilə tək başına geri, çimərliyə qayıtmaq istəyir. İntiqam almaq üçün yəqin ki. Və Merso heç bir aydın səbəb olmadan sadəcə onun arxasınca gedir. Bax, bu hissə çox önəmlidir. Merson niyə gedir? Özü də bilmir. Bəlkə də Raymondun nəsə axmaqlıq etməsinə mane olmaq üçün. Bəlkə də sadəcə getdiyi üçün. Çimərlikdə ərəblərlə yenidən rastlaşırlar. Raymond tapançanı çıxarmaq istəyəndə Merso onu saxlayır, tapançanı alır. Və ərəblər çəkilib gedirlər. Gərginlik sanki bitir. Amma Merso orada qalır, günəşin altında, o yandırıcı istidə. və nəsə onu yenidən qayalıqların arxasındakı sərin bulağa doğru çəkir. Haradakı ərəblərdən biri hələ də oradadır. Məhz burada Camus fiziki dünyanın, xüsusilə də təbiətin, günəşin insan üzərindəki o boğucu, irrasional təsirini ön plana çıxarır. Mətnin təsvirləri çox güclüdür. Günəş bütün ağırlığı ilə çökürdü. Göz qamaşdırıcı işıq, alnın damarları döyünürdü. Sanki bütün kainat ona qarşıdır o anda. İstilik, işıq, tərləmə. Bəli. Və o anda ərəb çıxağını çıxarır, gün işığı bıçağın üzərində parıldayır və bu parıltı Merson üçün son damla olur. Sanki bütün o fiziki təzyiq, o istilik partlayır. Və tapançanı çəkir. Bir dəfə atəş açır. Qısa bir fasilə, sonra 4 dəfədə. Tamamilə məntiqdən kənar, absurd bir hərəkət. Cinayətin səbəbi günəşdirmi, istilikdirmi, yoxsa Raymonda görədir, yoxsa heç bir səbəb yoxdur. Camus bunu açıq qoyur, amma fiziki təsirin rolu danılmazdır. Bu hadisədən sonra həbs və məhkəmə prosesi başlayır. Və dediyimiz kimi, məhkəmə cinayətin özündən çox Mersonun şəxsiyyətini, xarakterini, hisslərini mühakimə edir. Bəli, bu absurdun başqa bir üzüdür. Cəmiyyət onun hərəkətlərini öz standartlarına uyğunlaşdırmağa çalışır, uymayanda isə onu canavar, ruhsuz adlandırır. Qocalar evinin müdiri, qapçı, Mari. Hamısının ifadələri onun anasının dəfnindəki hissizlik üzərində qurulur. Prokuror bunu dəfələrlə təkrarlayır. Xüsusilə anasının dəfnindən dərhal sonra Mari ilə dənizə getməsi, komediya filminə baxması, bunlar prokuror üçün onun qəddar qəlbinin sübutudur. Və prokurorun o məşhur son ittihamı, bu adamı anasını bir cani ürəyi ilə dəfn etməkdə ittiham edirəm. Yəni, əsas ittiham sanki anasını lazımınca kədərlə dəfn etməməsidir. Dəhşətlidir, elə deyilmi? Cinayət ikinci plana keçir. Əsas məsələ cəmiyyətin gözləntilərinə cavab verməmək olur. Onun dürüstlüyü, yəni hiss etmədiyini etiraf etməsi, məsələn, sorğu zamanı peşmanlıqdan çox bir növ sıxıntı hiss etdiyini deməsi belə onun əleyhinə çevrilir. Cəmiyyət üçün onun bu emosional açıqlığı cinayətdən daha bağışlanılmaz görünür. Məsələ, çünki o cəmiyyətin qurduğu oyunu oynamır, hisslərin ifadəsi ilə bağlıdır, o yazılmamış qaydalara əməl etmir. Həbsxanadakı dövrü də maraqlıdır. İlk başda çətinlik çəksə də zamanla vəziyyətə uyğunlaşır. Hətta günün 16-18 saatını yatmaqla keçirir. Xatirələrə dalır, ətrafı müşahidə edir, divarda tapdığı köhnə bir qəzet parçasındakı hekayəni təkrar-təkrar oxuyur. O, Çexoslovakiyalı adamın hekayəsi. Anası və bacısı tərəfindən tanımadan öldürülən adam. Bu da absurdun başqa bir formasıdır. Ölüm hökmü ilə üzləşəndə belə onun mövqeyi dəyişmir. Keşişin təsəlli təkliflərini, Tanrıya inanmaq çağırışlarını qətiyyətlə rədd edir. Bəli, o keşişlə olan dialoq çox kritikdir. Mersonun absurd qəhrəman kimi tam formalaşdığını göstərir. Keşiş ona ümiddən, axirət həyatından danışır, amma Merso üçün bunların heç bir mənası yoxdur. O, dünyanın məsum biganəliyini qəbul edir. Yəni, dünyanın insanın varlığına, izdirablarına, ümidlərinə qarşı tamamilə laqeyd olduğunu anlayır. Və bu qəbul ediş ona bir növ azadlıq verir. Keşiş ondan soruşur, heç mi ümidiniz yoxdur? Ölüb tamamilə yox olacağınız düşüncəsi ilə mi yaşayırsınız? Mersonun cavabı qısa və qətidir. Bəli. Bu onun son və qəti mövqeyidir. O, həyatın mənasızlığını, Tanrının yoxluğunu və ölümün son olduğunu qəbul edir. Hətta sonda edamının böyük bir izdiham və nifrət qışqırıqlarına müşayiət olunmasını arzulayır. Bu, onun dünyaya, onu anlamayan, mühakimə edən cəmiyyətə qarşı son meydan oxumasıdır. Sanki deyir ki, mən buyam, fərqliyəm və sizin nifrətinizlə belə varlığımı təsdiq edirəm. Beləliklə yekunlaşdırsaq, yad
sadəcə bir detektiv və ya məhkəmə hekayəsi deyil. Bu daha çox Fəlsəfi bir romandır. İnsanın varoluşunu, cəmiyyətlə münasibətini, həyatın mənasını və ya mənasızlığını sorğulayan bir əsərdir. və əsas qəhrəman Merso dürüst olduğu üçün, fərqli olduğu üçün cəmiyyət tərəfindən kənara atılan, özgələşən, yəni yad olan bir insanın simvoludur. Əsər həm də cəmiyyətin riyakarlığını, norma və qaydaların bəzən nə qədər mənasız və sıxıcı ola biləcəyini göstərir. Doğrudan da düşündürücüdür. Mersonun hekayəsi bizə də bir sual verir aslında. Mütləq. Biz gündəlik həyatımızda nə qədər dürüstlük, cəmiyyətin bizdən gözlədiyi o rolları nə qədər səmimi oynayırıq, gözlənilən duyğuları həqiqətən hiss edirik, yoxsa sadəcə göstəririk? Bu sosial maskalarımız, onlar nə qədər həqiqidir? Bəli, gündəlik həyatımızdakı o rituallar, normalar, onlar həqiqətən bir məna daşıyır, yoxsa onlar da Mersonun yaşadığı absurdun bir parçasıdır? Bu, hər kəsin özü üçün cavablamalı olduğu bir sualdır bəlkə də. Çox maraqlı və dərin bir müzakirə oldu. Ümid edirik ki, dinləyicilərimiz üçün də faydalı və düşündürücü olub. Ümid edirik. Camus'un dünyasına kiçik bir səyahət etdik. Bu dərin təhlil xoşunuza gəldiysə, Zehin Pod kanalımıza abunə olmağı və bu bölümü bəyənməyi unutmayın. Fikirlərinizi də şərhlərdə gözləyirik. Hələlik. Növbəti təhlillərdə görüşənədək.